Salam əziz treyderlər, yenidən təlim videomuza xoş gəldiniz. Uşaqlar, deməli biz bu təlim videosunda ticarət sayəsində yön izi sürəcəyik, hansı ki bizə burada vacib olan marketin yönünə uyğun hərəkət etmək. Yəni bir çoxumuz bilirik ki, biz belə deyək, treyderların bir çoxu həqiqətən də deyirəm, bunun fərqindədirlər. Yəni qiymətin həqiqətən deyirəm, yönünə uyğun işləmək. Yəni qiymət əgərləri bir düşən trenddə hərəkət edirsə, həmin pozisiyaya uyğun girişlər axtarıb əməliyyatı icra eləmək vacibdir. Mənim bundan əvvəlki videolarıma baxsaz, orada backtestlər də eləmişik. Yəni qiymətli girişlərimiz var. Yön olsun, qiymətin dəstək edən sahəsindən düzgün girişlər tapmaqdır. Uşaqlar, trading sahəsində bir çox strategiyalar mövcuddur. Hərənin yanaşması fərqlidir. Kim həqiqətən deyirəm, necə uğur qazana bilirsə, bu onun seçeneğidir və bu şəkildə qazanc əldə edə bilir və sənin bildiklərin və yaxud da ki, onun bildikləri bu demək deyil ki, sənin hər hansı bildiklərin yanlışdır və yaxud da ki, onun bildikləri yanlışdır. Burada vacib olan bu insan öz bilikləri ilə qazanc əldə edə bilirsə, bu əla bir şeydir. Yəni bu həqiqətən deyirəm, alqışlanası bir vəziyyətdir. Yəni bizə də vacib olan biz özümüzə uyğun nəyə icra eləyə bilərik? Yəni çətin variantı izah eləmirəm. Rahat və səliqəli şəkildə sadəcə olaraq əməl eləmək lazımdır. Düzgün girişlər, bildiyiniz kimi qızıl həqiqətən deyirəm, hərəkətləri ilə insanları belə deyim də, çox belə deyim, şaşırda bilir, insanları çox manipulyasiya eləyə bilir və bu manipulyasiyalara qurban getməmək üçün həqiqətən deyirəm, təcrübə çox önəmlidir və burada fundamentalla yanaşma eləyəndə hərənin bir fikri var. Yəni biri deyir, fundamentalla ticarət olunmalı, biri deyir və yaxud da ki, texniki analizlə ticarət olunmalı. Uşaqlar, hər ikisi ilə ticarət eləyə bilərsiniz. Fundamentalı bilirsənsə, fundamentalını da eləyə bilərsən. Texniki analizi bilirsənsə, texniki analizlə də eləyə bilərsən. Hər iki seçənəkdə də biliyin varsa, hər iki seçənəkdə də qazanc əldə eləyə bilirsən bu öz yerində. Kiməsə qulaq asmayın, kimsə deyirsə bu belə deyil, bu demək deyil ki, bu şəkildə deyil. Hərənin öz düşüncəsi var. Sən marketi izləyirsən, market sənə harda, necə giriş verirsə, bu şəkildə girişlər eləyib qazanc əldə eləyə bilirsən. Onsuz da dərslər çoxdur. Bu ticarət sayəsində həqiqətən deyirəm, YouTube-da bir çox videoları var. Yəni kim baxıb nə götürə bilirsə, bu çox əla bir şeydir. Bunun ən gözəl olması da ondan ibarətdir ki, insanlar YouTube-un olmağı əla bir şeydir. Həm insan trader həm YouTube-dan da qazanc əldə edə bilir paylaşdığı videolardan və insanlara məlumat da ötürə bilirlər və bu məlumatın doğru olub olmamağı traderin özünə qalıb və bundan düzgün istifadə eləyə bilən insanlara qalıb. Bu FVG-dir və yaxud da ki, bu dəstək dirəncdir, order blokdur, breaker blokdur, nə bilim, bir çox strategiyalar, bu budur. Sən özün bazarda yanaşmamalıdır. Sən bazarda nə edə biləcəyi bilməzsən. Sən bir çox insandan bir çox götürəcəksən və bu sənə uğur qazandıra bilir, yoxsa yox. Sən buna fokuslanmalısan. Sən bu marketdə, market bizim üçün ən belə deyim, təlimçidir, pro mentordur, marketin özü. Market sənə hər şeyi göstərir. Yəni burada texniki analiz işə yarayır. Fundamental da işə yarayır. Sadəcə olaraq burada psixoloji təzyiq də var və bu psixoloji təzyiq ilə və bunun öhdəsindən gəlmək biraz çətindir bu sahədə. Yəni çox ticarətçilər həqiqətən deyirəm, hər dəfə davamlı şəkildə qazanc əldə eləmir. Çünki insan faktorudur. Yəni bu ticarət sahəsi insan psixologiyasına ziddir. Yəni həqiqətən deyirəm, insan psixologiyasına deyil. Burada hər insan bu sahədə uğurlu ola bilmir. İllərlə məşğul olub həqiqətən də psixologiyası buna cavab vermir. Sadəcə dirəşir ki, yox mən bunu bacaracağam, mən bunu bacaracağam. Burada artıq fərqinə varmalısan və qəbullanmalısan ki, bu sahə sənin psixologiyan üçün deyil. Amma bu o demək deyil ki, sən bunu ömrü billah bacara bilməzsən. Yanlışı harda edirsənsə, ora fokuslanmalısan. Mən burada bunu yanlış edirəmsə, mən bura fokuslanmalıyam ki, bu yanlışları düzəldə bilim və ondan sonra davamlı şəkildə ticarət edim. Və burada indi mən qrafikdə bir-iki pozisiyalar da göstərəcəm. Daha çox psixoloji cəhətdən danışmağa üstünlük verirəm. Çünki bu sahənin 70% buna gedib çıxır. Burada vacib olan errorlərdir uşaqlar. Biz
işləməliyik bu şəkildə. Mən qrupda da paylaşımlar da edirəm, uşaqlar da bilirlər. Uşaqlar, baxın, stop həqiqətən deyirəm, çox xırda olmalıdır. Aydındırmı? Xırda stop böyük mənfəət, xırda stop böyük mənfəət, xırda stop böyük mənfəət. Yəni mənim paylaşdığım əməliyyatlarda 15, 20, 30, maksimum 30-35 civarı stop qoyuram qızıl üzərində. Amma profitlər təpə 1 səviyyəm 1-2 erirdi. Aydındırmı? Təpə 2 səviyyəm 1-3, 1-4 erirdi. Təpə 3 səviyyəm 1-5, 1-6, təpə 4 səviyyəm 1-12 belə bu şəkildə davam edir. Amma bu o demək deyil ki, bu təpə sona qədər gözlənə bilər. Uşaqlar, təpə 1-2 erirdə mənfəəti götürüb çıxa da bilərik. Qazancımızı qazandıqdan sonra, müəyyən əməliyyatlara bağlıdan sonra sərbəst buraxıb, girişi stopda saxlayıb, daha çox qazanca fokuslana bilərik. Burada hədəf zərərin az olmasıdır. Bizə burada vacib olan mənfəəti çox götürməkdir. Yəni, biz nə etməliyik? Mənfəəti çox götürməliyik və bu mənfəətlə də uşaqlar davamlı şəkildə irəliləməliyik. Yəni, biz 1-2 erir və yaxud da ki, 1-3 erir nə işləyiriksə, deyək ki, 1-in okey, olsun 1-3 erir olsun, deyək ki, 1-3 erir. Okey, bu şəkildə. Bizə də lazım olan bunu davamlı şəkildə icra eləməkdir. Yəni, biz günə yanaşma icra eləsək, yəni biz deyək ki, gün içərisində 3 əməliyyat açırıqsa, 2 əməliyyatımızda stop olsaq, birində take profit olsaq, mənfəətimizi götürsək, yəni hədəfimizə çatsaq, yəni biz 1-in 3 erirlə işləyirik. 2 əməliyyatda deyək ki, xırda məbləğdən götürürəm, 2 əməliyyat ard-arda 10 dollar stop elədik və yaxud da ki, 50 dollar, neçə dollar sən girirsənsə, neçə lotuna girirsənsə, ona görə hesablaya bilərsən. 20 dollar itirdik biz. Bir nüsə istifadə edirdik, 30 dollar isə bir əməliyyatdan qazandıq. 20 dollar zərərimizlə bağlandı, zərərimizi yəni sığortaladıq. Yerdə qalan 10 dollar isə bu günün xeyri. Və bu gün əməliyyat bitdi. Bizə də vacib olan düzgün və davamlı şəkildə bunu qoruyub saxlamaqdır. Risk idarəsini təkmilləşdirməkdir və buna sadiq qalmaqdır. Mənim stopum buradır. Vsyo. Burada da necə yanaşma etmək olar? Stop təyinatları düzgün seçmək lazımdır. Yəni, əslində düzgün girişlər tapsaq bazarda, ticarət sahəsində, düzgün girişlərdən sonra stoplarımızı da biz artıq görə bilirik. Yəni, bundan əvvəlki paylaşdığım videolara baxsaq, backtest videolarında orada görərsiniz girişləri və stopları necə qoyuram və girişlər necə olmalıdır. İndi isə gələk qrafik üzərinə. Qrafik üzərində uşaqlar, time frame-lərin əlbəttə ki, önəmi çoxdur. Hansı time frame-də daha uğurlu ola bilirsənsə, o time frame-də işləyə bilərsən. Bəzən ola bilər ki, M30-da, H1-də, H4-də və yaxud da ki, digər time frame-də görə bilmədiklərinizi daha kiçik time frame-lərdə düşüb görə bilərsiniz. Yəni, bu sizin yanaşmamızdan asılı olan bir şeydir. Mən bu fərqli yanaşıram, digərləri fərqli yanaşır. Əsas odur hər kəs burada qazanc əldə edə bilsin. Hədəf budur bizdə. Deməli, bazar sell pozisiyasındadır. Bazara mən seldə giriş icra eləyəməmişəm. Qiymət düşüş yaradıb. Mən bu düşüşləri qaçırtmışam. Heç birinə sell üçün əməliyyat açmamışam və mən bazarın yön dəyişməsini gözləyirəm. Market səviyyəsi pozulmalıdır. Market strukturu səviyyəsi pozmalıdır. Market yönü bir yön təyin etməlidir və mən o yönə uyğun hərəkət icra eləməliyəm. Və mənə lazım olan, yəni trend sahəsində çəkmirəm, bəllidir. Yəni onsuz da bilirik, bunu artıq göz vərdişidir. Trenddir, qiymət trendimizdədir. Qiymətin trendin qırılmasından sonra burada qiymət bunu qrafikdə çəkmək asandır. Yəni onun gələcəyi izah eləmənə var, hazır vəziyyəti izah edir. Yəni bunu icra eləmək lazımdır. Aydındırmı? Sadəcə olaraq qiymət yön dəyişdikdə yaxın məsafəni pozur, özünə məxsus məsafəni pozur. Bu şəkildə hərəkət edir və qiymət buradakı yerləşən stop səviyyələrini yığır və buradakı yerləşən boşluq səviyyəsində olan yerləşən böyük həcmdə stopları yığmaqla məşğuldur. Yəni, burada qiymətin əsas hədəfi bunun yerləşdiyi liktasiyadır. Yəni, qiymət bu səviyyəsinin stoplarını yığmalıdır. Burada da bizə vacib olan sessiyaların əsasında qiymətin liktasiya səviyyələrini düzgün təyin etməkdir. Hansı sessiyada qiymət nə edib və
hansı sessiyada qiyməti nəzərə edir? Və məsələn üçün biz başlamışıq deyək ki, Asiya sessiyasındayıq. Yəni qiymət məsələn üçün özünə məxsus bir zona yaradıb və özünə məxsus liktasiya yığıb. Londonda qiymət daha böyük liktasiyalar yığımına məşğul olub və New York sessiyasında isə qiymət adətən mən belə müşahidə eləmişəm. Qiymət adətən ən azı Londondan və Sidney sessiyasının arasında əgərlərə bir hadisə baş verməsə qrafikdə, fundamentalda qiymət 50%, 70% aralığında geri dönüş edərək və oradakı stopların yığımına məşğuldur. Yəni burada hədəf qiymətin yön dəyişməsindən müəyyən bir sessiya əsasında qiymət buy üzərindədir və trend əsasında hərəkət edir və özünə məxsus zonaları pozaraq hərəkət edir. Yəni dəstək və direnç sayəsini pozaraq digər hərəkət edir və diblər bir-birini keçə bilməməkdədir, maksimumlar isə bir-birini keçməkdədir. Burada isə sessiyada liktasiyanın yığılmasıdır və qiymət sahəyə daxil olmasındadır. Mən bunu qrupdakı dərslərdə bunu izah eləyirəm və maksimum və ən dip sahəm. Bu mənim bir koridor sahəmdir və bu koridorun üstünün liktasiyası mövcuddur. Mən sell axtarsam, sell pozisiyasına ya liktasiya qiymət stop səviyyələrini yığandan sonra, böyük məsafədəki stop səviyyəsini yığandan sonra sell düşünərəm. Aydındırmı? Və yaxud da ki, qiymət yaxın məsafədəki market səviyyəsindədirsə, yaxın məsafədə market pozulursa, burada mənim üçün gözəl bir reaksiya səviyyələri mövcuddursa, mən niyə də buradan buy əməliyyatını istifadə etməyim? Yəni qiymətə buy girərəm. Dediyim kimi, stopumu hər zaman xırda qoyuram. Böyük stoplarla işləmirəm mən. Yəni bura heç bir zaman bunun altına stop qoyulmalıdır normalda. Yəni dip səviyyəsi keçərsə bu şəkildə. Amma tövsiyə etmirəm xırda stop. Çünki mən bu cür pozisiyalarda uşaqlar, əgərlər mən stop olaramsa, bu mənə bir şey belə deyək, gəlin bax belə bir yanaşma eləyək. Deyək ki, mən buradan sniper atışı girmək istəyirəm ki, mən birbaşa buradan buy girim. Daha çox bunu heç icra eləmirəm. Mən gözləyirəm qiymət içəridə bitirsin. Bu şəkildə hərəkət edeyim. Deyək ki, sniper atışı eləmək istəmişəm, stop eləmişəm. Gəlmişəm, qiymət məni stop edib. Çox gözəl olsun. Növbət dəfə koridora daxil olanda bir daha buy girəcəm. Və mən itirdiyimi də sığortalamış olacam. Deyək ki, mən işləyəcəm burada. Misal üçün, bura qədər abartmayaq, bura qədər qoymayaq. Buranın üstünün liktasiyası olar deyə qoyuruq. Deyək ki, mən burada 1-in 4-ə işləyəcəm. Aydınmı? Stop oldum $10, qazandım $40. Və sadəcə olaraq burada bunu bilmək lazımdır ki, əgərləri buradakı pozisiyada qiymət bu şəkildə aşağıda bitirərsə, bura düşmə ehtimalı var. Böyük stopu qoymağa ehtiyac yoxdur. Mən gözləyirəm, gəlsin, düşsün, qayıdarsa girim, stopumu qoymağa işarə var və az stop qoymağa yer var. Böyük stop qoymağa ehtiyac yoxdur. Həm burada 2 dənə seçənək yaranır. Həm mənim stopum yaranıb, həm mənim girişim yaranıb. Və burada qiymət stop edib, burada qiymətimin girişi yaranıb, qiymətimin stop səviyyəsini qoymağıma bir işarə də var. Onsuz da əgərləri bu səviyyə geri dönərsə bir daha, bunun altına keçərsə qiymətin düşmə ehtimalı çoxalır. Aydındırmı? Yəni dip səviyyəsini pozur, qiymət bu şəkildə hərəkət edə bilər aşağı. Ona görə buradakı stopu böyük qoymağa ehtiyac yoxdur. Vacib olan düzgün yanaşmaqdır. Biz bir çox situasiyalardan istifadə edəcəyik, bir çox reaksiyalara istifadə edəcəyik. Amma əsas hədəf qiymət yön təyin edirsə, həmin yönə doğru işləmək lazımdır. Qiymətin yaxın məsafədəki pozisiyasına yanaşacağıq. Mənə vacib olan, mən hər zaman demişəm, yəni videolarda baxa bilərsiniz, backtest videolarında da. Mən hər zaman gözləyirəm. Qiymətin yaxın məsafədəki yön dəyişməsindən də istifadə edirəm mən. Bir çoxumuz order blok tapa bilərik, dəstək direncin qırılmasını tapa bilərik. Hər bir cür pozisiyası var. Qiymət sell yönündədir, aydınmı? Mənə burada vacib olan buranın qırılmasıdır. Buradakı M5 time frame-dəyəm. M5 time frame-dəki bir şamın bədən olaraq aşağıda qırılması mənə vacibdir. Çox önəmlidir mənim üçün ki, aşağıda qırılma icra eləsin. Burada bir çox pozisiyalar tapa bilərik. Özümüz üçün order blok götürərik, order blokdan bu şəkildə belə bir alıcı mumdan mən daha çox order blok götürürəm. Hərənin bir yanaşması var. Mən daha çox buradan götürürəm order bloku. Buradan da sən öncədən giriş icra edə bilərsən. Qiymətə sell.
stopu üstünə qoya bilərsən. Adətən bura stop qoymuram. Sevmirəm belə bir stop qoymağı. Mən gözləyirəm qiymət qıra bilməzsə, birbaşa düşsün, stopu da xırda qoyuram. Əgər stop olacaqsa, təzədən qayıdarsa, bir daha giriş icra eləyəcəm. Çünki bura daxil olandan sonra, burada bədən olaraq bitirəndən sonra zonam order blokun içərisində yuxarı getmə ehtimalı şansı daha çoxdur. Ona görə stop böyük qoymağa ehtiyac yoxdur. Və check profit'i də götürə bilərik bura qədər. Amma mən bu tipli yanaşmaları az edirəm. Mənə vacib olan test edir, qıra bilmir. Daha çox testlər yaranıb. Mənə lazımdır ki, qırılmasından giriş icra eləyim, stopu qoyum. Mənfəəti mən bu şəkildə fikirləşirəm. Əgərlər qiymət New York sessiyasındadırsa, London sessiyasında liktasiyalar yığılıbsa, New York sessiyası açılanda da yüngülvari liktasiyalar birlikdə yığıbsa, buranın qırılmasından sonra mən bir dərsdə qabaqcadan dediyim kimi ən azından 50%, 70% geri dönüş icra eləyir və bu geri dönüşü də bu şəkildə tuta bilərik ki, mənfəətimizi götürə bilək. Aydındır? Bu şəkildə yanaşmalar icra edirəm. Çalışdığım qədər də bunu daha çox icra edirəm ki, və buradakı pozisiyalar görə bilim. Uşaqlar, bir çox şeydən işləyə bilərsiniz. Order flow-la da işləyə bilərsiniz, footprint-lə də işləyə bilərsiniz, bir çox strategiya ilə işləyə bilərsiniz. Əsas prinsip qiymətin düzgün liktasiya səviyyələrini tapmaqdır. Ticarət sahəsində vacib olan pozisiyalar nədir? Onu tapmaqdır. Uşaqlar, bunu tapmaq üçün də həqiqətən də burada zaman getməlidir, təcrübə eləməlisiniz. Bir insanın strategiyası var, bu insan strategiya yaradır, bu strategiyanı qazanmaq olur. Bu insan özü qazana bilərsə, o strategiyaya əməl eləməyə bilərsən. Və bunun üçün də sənin özünə məxsus yanaşmalı olmalıdır, özünə məxsus ticarətlərin olmalıdır. Yəni, sənin risk idarəsini etmən olmalıdır, psixologiyan sağlam olmalıdır və disiplinli şəkildə ticarəti gerçəkləşdirməlisən. Ticarət sahəsində market hər zaman istədiyi yöndə hərəkət eləyə bilir. Biz isə marketin istədiyi yöndə hərəkət etməliyik. Yəni, biz marketin əksinə hərəkət eləyəndə hər zaman stop oluruq və hər zaman da böyük itkilərlə üzləşirik. Amma marketin yönünə doğru hərəkət etsək, biz hər zaman daha çox qazanc əldə edə bilərik. Uşaqlar, bugünkü videomuz bu qədər. Növbəti təlim videolarımızda görüşmək üzrə. Allah amanında hər kəsə bol zehin açıqlığı arzu edirəm və hər kəsə də bol qazanc arzu edirəm. Ən vacibi də disiplinli, düzgün risk idarəsi ilə ticarət arzu edirəm. Oldu, görüşmək ümidi ilə.